Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyrun nasirin və mu'in və səllillahumma ala seyyidina Muhammedin və alihi tahirin. Allahümme salli ala Muhammed və alihi Muhammed. Allahümme əccilli veliyyikəl fərəc. Möhtərəm əziz möminlər, Allah təbarək və teala hər birimizin gününü xoş qərar versin. Cümöz mübarək olsun və Allah gələn günlərinizi xeyrə çevirsin. Və mütəal Allah bütün günlərimizi inşallah bərəkətli qərar versin. Dəyərli əzizlər, bugün müxtəsər şəkildə qəza və qədər barədə inşallah danışacağıq. Qur'an-ı Kərim və şərif hədislərin söhbət açdığı mövzulardan biri də qəza və qədər mövzusudur. Nisbətən ola bilər çətin gəlsin, amma siz diqqətlə qulaq assaz, mən inşallah mövzunu sizin huzurunuza rahatlıqla çatdıracağam. Əgər sizin zehniniz qaçsa, yəqin mənim də beynim qarışacaq. Dəlil və sünnə bizə bunu deyir ki, hər bir şey üçün qəza və qədər vardır. Ayə və hədislər bunu söyləyir ki, hər bir şəxsə qəza və qədərə iman gətirmək vacibdir. Quran ayələri və hədislər bunu bizə çatdırır. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, bəndə 4 şeyə iman gətirmədikcə mömin olmaz. 1. Allah'tan başka bir ilahın olmamasına və onun şəriksiz olmasına. 2. Mənim onun rəsulu olmağıma və haqq olaraq göndərildiyimə. 3. Ölümdən sonraki dirilməyə. 4. Qədərə iman gətirməsə. Ki, müsəlman deyil və iman əhli sayılmır. Əl-Xisal səhifə 198. Yenə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurub ki, Allah Teala belə buyurub. Nə buyurur mütəal Allah? Kim mənim qəzama razı olmasa və qədərimə inanmasa, onda özünə məndən başqa ilah axtarsın. Şeyx Səduq Tövhid səhifə 371. İmam Əli əleyhissalatu vesselam bir nəfərlə danışır. Mən bu hədisləri deyirəm, açıqlamalarına da keçəcəyim. Və Həzrət o şəxsə belə buyurur. Əgər səni yaradana itaət etmirsənsə, onda onun ruzisini də yemə. Əgər onun düşməni ilə dostluq edinsənsə, onda onun mülkündən çıx. Əgər onun qəza və qədərinə qane olmursansa, onda özünə başqa bir Rəbb axtar. Şeyx Səduq Tövhid səhifə 372. Yenə Əmirül Möminin Əli ibn Əbi Talib əleyhissalatu vesselam buyurur. Hər bir ümmətin məcusiləri var. Bu ümmətin də məcusiləri qədər yoxdur deyənlərdir. Biharul Ənvar, cild 5 səhifə 120. İndi bu hədislərdən bizə nə məlum oldu ki, qəza və qədərin nədən ibarət olduğunu öyrənmək vacibdir. Bu hədislər bizə bunu dedi. Yəni bu qəza və qədər haqqında bu qədər söz eşitdik, bu qədər hədis eşitdik. Bəs bu hədislər bizə bunu deyir ki, gərək biz öyrənək qəza və qədər nədir? Qəza və qədərə hansı mənada əqidə bəslənməlidir? Diqqətli olaq ha. Hansı mənada mən qəza və qədərə əqidə bəsləməliyəm? Bunları bilmək nədir? Zəruridir. Çox möhtəşəm bir mövzudur. Sanki dərs kimi inşallah istəyirəm təhvil verim huzurunuza. Bəzi insanlar, bəzi əqidələr qəza və qədər deyəndə yalnız belə başa düşürlər ki, hər şey Allah tərəfindən təyin olunub. Burası düzdür, bura qədəri düzdür. Hər şey Allah tərəfindən təyin olunub və yazılıb və insanlar Allahın təqdir etdiyini yaşayırlar. İnsanlar Allahın təqdir elədiyini yaşayırlar. Təbii ki, bu düzgün təsəvvür deyil. Sırf bu cür olsa, bu o deməkdir ki, insan iradə sahibi deyil. İradəsi yoxdur, həmçinin ixtiyarı yoxdur. Yaxşı və pisi icra etməkdə seçim sahibi deyil. Seçim sahibi deyil. Nəticədə Allah istədiyi şəxsə yaxşı işlər gördürür, istədiyinə də pis işlər göndərir. İstədiyini cənnətə aparır, istədiyini də cəhənnəmə aparır. Yəni biz Allahın, bəziləri bu düşüncədədir ki, yaxşı qulaq asın, bəziləri bu düşüncədədir ki, yəni insanlar Allahın yazdığını yaşayırlar. Vəssalam. Yaxşı iş görürsən Allah eləyir, pis iş görürsən də Allah eləyir. Tamam? Demək, bir dəstə insan tam bu düşüncədə qalıb, məcburiyyət əqidəsinə etiqad edib, olub cəbri. Digər bir dəstə insan isə bu düşüncəni tam kökündən inkar edib, o da olub təhfiz. Tam azad. Təhfiz əqidəsinə mürtəkib olub.
Biz qəza və qədər sözlərinin mənalarını yaxşı başa düşsək, qəza qədərin hələ o sözlərin mənasını, bizə yavaş-yavaş hər şey aydın olar. Qəza və qədər sözlərinin mənasını bilək və bu mənanı bütün düşüncəmizlə, anlayışımızla tətbiq edək. Mənalarını bilək. Əgər fikrin getdisə bir salavat denən. Allahümmə salli ala Muhammed və Muhammed. Qəza və qədər nə deməkdir? Qəza yaratmaq, qulaq asın. Yaratmaq, əmr etmək, bildirmək və hökm vermək. Diqqət elədiniz? Yaratmaq, əmr etmək, bildirmək, hökm vermək. Bu qəza. Qədər nədir? Qədər yazmaq, təqdir etmək, xəbər vermək mənalarını daşıyır. İndi bu qəza və qədər mövzusunun bir hissəsində insan, diqqətli olaq, qəza və qədər mövzusunun bir hissəsində insan tam ixtiyarsızdır. Bir hissəsində nədir? Tam ixtiyarsızdır, iradəsi yoxdur, hadisələrə təsir qoya bilməz. Bir hissəsində, diqqətli olaq. Buna deyilir təkvini qəza və qədər. Diqqət buyurursunuz, təkvini hissəsi. Qəza və qədərin təkvini hissəsi. Digər hissəsində isə insan iradə və ixtiyar sahibidir. Buna da deyilir təşrii qəza və qədər. İndi açıqlanacaq hamısı. Siz sadəcə lütfünuzu əsirgəməyin məndən diqqətlə qulaq asmağınızla, telefona baxmamağınızla, nəticə etibarilə hər ikisində diqqətli olun ha. Elə deyil ki, birində Allahın hökmü var, o birisində yox. Nəticə etibarilə hər ikisində hökm verən, qərarı alan, yazan, təqdir edən Allahdır. Hər ikisində, təkvinidə də, təşriidə də. Lakin birində ixtiyar sahibi deyilik, yəni təkvinidə, digərində isə seçim haqqımız var, yəni təşriidə. Yəni, gəlin yavaş-yavaş başa düşək söhbəti. İlk öncə təkvini qəza və qədərə misal vuraq və görək nədir. Birazdan da misallar vuracağım, indi də misal vururam. Məsələn, qısa və lakanik tez deyim, təkvini qəza və qədər insanların üzərində olan Allahın hökmünə deyilir. Təşrii qəza və qədər insanların əməlləri üzərində olan Allahın qəza və qədərinə deyilir. Bax, əslində çox sadə bir şeydir. İndi yavaş-yavaş gəlib bu iki cümlənin ətrafında danışacağıq. Birinci təkvini, Allahın bəndələr üzərində qərar verdiyi qəza və qədər, məsələn, dünyaya gəlmə. Bunda sənin dəxalətin var, iradə sahibisən, ixtiyarın var bu işdə. Yaşlanma və qocalma, ruzunun özü, inkişaf etmək, inkişaf etdikcə müxtəlif surətlərə düşmək. Sən uşaq yaşında surətində olan halında indiki surətin eynidir, yox, dəyişilmisən. Sonra sevgi, qəzəb, sevinç, kədər duyğularına sahib olmaq, görmə, eşitmə, danışma, digər hisslərə sahib olmaq, müxtəlif bəla və xəstəlik kimi hadisələrlə üzləşmə təkvini qəza və qədər sayılır. Yəni, bunda sənin dəxalətin yoxdur, ixtiyarın da yoxdur. Allah da sənin qiyamət günü deməyəcək ki, səndə niyə qəzəb hissi var idi, bildin? Bu, Allahın sənin üzərində təyin elədiyi qəza və qədərdir. Sənin ixtiyar və iradən bunda yoxdur. Bu sadaladıqlarımda insan ixtiyar sahibi deyil. Bunlar hamısı vaxtı çatdıqda zamanla həyata keçən Allahın qəza və qədərləridir. Qulaq asırsınız hacı. Bəs təşrii qəza və qədər nədir? Gizlənmirsən sözünün arxasında, fikrim qalıb yanımda. Bəs təşrii qəza və qədər nədir, möhtərəmlər? İnsanların əməlləri, yəni görəcəyi işlər barədə Allahın təyin etdiyi hökmlərə, ölçülərə, qərarlara, yazılara təşrii qəza və qədər deyilir. Allahın insan üçün təyin elədiyi. Yazıb ki, bunu belə elə. Buna deyilər təşrii qəza və qədər. Yəni, sən bunu da ixtiyar sahibsən. Ya edəcəksən, ya da yerinə yetirməyəcəksən. Təşrii. Yəni, insanların fərdi və ictimai vəzifələrini, həmçinin o vəzifələrin miqdar və ölçüsünü təyin edən Allahdır. Onları təyin edən Allahdır. Yenə qəza və qədər bu məsələdə Allaha bağlanır. Lakin onların icrasında insan seçim sahibidir. Düzdür, seçimi özün təşriidə. Məsələn, namaz qılmaq. Allahın qəza və qədərinə daxildir, yoxsa yox? Allahın qərarlaşdırdığı şeylərdəndir, yoxsa yox? Həddi, hüdudu, necəliyi, nə qədəsi, hamısını Allah təyin edib. Amma indi sən bunu qılacaqsan, qılmayacaqsan, təşriidə ixtiyar var. Oruç tutmaq, haramları tərk etmək, doğru danışan olmaq, ədalətli olmaq, bunların hamısının ölçü və miqdarını kim təyin edib?
Allah demək qəza və qədərdir də bu da. Təşrii qəza var. Bunların da ölçüsü var, bunların da hökmü var, bunların da qaydası var. Bunları da Allah yazıb. Sadəcə təşriidir. Yəni sən bunda ixtiyar sahibisən. Yerinə yetirib yetirməməkdə. İndi yerinə yetirsən ki, heç Allahın digər bir qəza qədəri ilə rastlaşacaqsan ki, cənnətdir. Yerinə yetirməsə yenə də Allahın bir başqa qəza və qədəri ilə rastlaşacaqsan, o da nədir? Cəhənnəmdir. Demək, bütün əmr və qadağalar da qəza və qədərə aiddir. Lakin insana seçim ixtiyarı verilib. Ona görə də buna təşrii qəza və qədər deyilir. Nəticə. Mən əsas söhbətin birisi nədir? Nəyə qulluq edir? Yəni, biz əqidəmizi sağlam edək bu xüsusdakı. Bəzilərin dediyi qəza və qədər kimi etiqad bəsləməyək. Deməyək ki, mən nə edirəm, Allah edir. Tamam, buna etiqad bəsləməyək. Nəticə, 1. Allahın insanların özləri üçün təyin etdiyi qəza və qədər var, özlərinə, şəxs olaraq, material olaraq. Bir də Allahın insanların əməlləri üçün təyin etdiyi qəza və qədər var. Tamam mı? Onun da ölçüsünü Allah təyin edir, bunun da ölçüsünü Allah təyin edir. Kim belə düşünsə ki, insanların etdikləri bütün işlər və onların əli ilə baş verən fasid hadisələr Allahın qəza və qədəridir, belə şəxsin əqidəsi yanlış və fasiddir. Kim belə düşünürsə, əmr beynül əmreyn olmalısan. Çünki bu məntiqi həm vəhiy inkar edir, vəhiy deyəndə Quran və hədis, həm də ağıl qüvvəsi bunun əksinə şəhadət verir. Bir nəfər İmam Rıza Aleyhisselatü Vesselam'a sual verir. Bəndələrin etdikləri Allahın yaratdıqlarıdırmı? Yəni, mən nə edirəmsə Allah edirmi? Mənası budur. Diqqətiniz məndədir, möhtərəm canlar. İmam buyurdu, baxın, qəşəng cavab verir. Buyurur, əgər bəndələrin etdiyi işləri Allah yaratsaydı, o onların etdiklərindən uzaqlaşmazdı. Allah bəzi əməllərdən uzaqlaşıb, bax məsələn, Subhan olan Allah buyurur, bu gün nə qəşəng izahdır? Allah və onun rəsulu müşriklərdən uzaqdır. Tövbə 3. Yaxşı, Allah əgər müşrikə o əməli yerinə yetirdirsə ya, onda niyə Allah o əməldən uzaqdır? Öz elətdirdiyindən niyə uzaqdır? İmam buyurur, burada Allah müşriklərin cismindən uzaq olmağı nəzərdə tutmur. Yalnız onların çirkin əməllərindən uzaq olduğunu bəyan edir. Yaxşı, Allah elətdirirsə bir əməli insana, niyə Allah o elətdirdiyi əməldən özünü uzaq tutur? Təşrii, qəza və qədər barədə sadə bir dənə cümlə deyirəm. O da hədisdən düzəltmişəm bu cümləni. İmam Sadiq Aleyhisselamın hədisi üzərində. Görün, hədis cümlə budur. Allahın əməllərimiz barədə qəzası, onlar barədə hökm etməsi, əməllərimiz barədə qəzası, onlar barədə hökm etməsi, qədəri isə onların ölçü və miqdarını bilməsidir. Buna deyirlər qəza və qədər. Ölçüsünün miqdarı nə qədər olmalıdır, onu bilməsidir. İndi qəza və qədər barədə düşüncə necə olmalıdır? Qəza və qədər barədə düşüncəmiz necə olmalıdır ki, bizim əqidəmiz sağlam əqidə sayılsın. Nə düşüncədə olmalıyam, nə təfəkkürdə olmalıyam ki, mənim o düşüncəm, o əqidəm batil hesab edilməsin, səhih sayılsın. Cavab budur. Bu düşüncədə olmalısan. O bəndələri yaradır. 1. İşləri təqdir edir. Bəndələr gələcəkdə nələr edəcək, onları bilir. Hər şeyi öz yerində qərar verir. Hər kəsi layiq olduğu haqqına çatdırır. Bəndələrə yaxşı işləri əmr edir. Onları pisliklərdən çəkindirir. Onlara həqiqətləri bəyan edir. Yaxşılığa mükafat və pisliyə cəza vədi verir. Hər kəs bu düşüncədə, bu əqidədə olsa, onun əqidəsi sağlam və səhihdir. Bu cür. Qəza və qədərə bu cür baxasan. Yoxsa ki, məsələn, bilirsizlər, zalimlar, İslam düşmənləri, Əhl-i-Beyt düşmənləri öz çirkin əməllərini don giyindirməkdən ötürü bu əqidədən yüksək səviyyədə istifadə ediblər. Yəni, gəlir, müqəddəsi qətlə yetirir, sonra deyir ki, Allah belə yazmışdı. Bildiniz? Yəni, qəza və qədəri bu cür təqdim edir. Hər bir işin icraçısı Allahdır. Əlimə qılıncı verən də odur, qılıncı düzəldən də odur, dəmir o yaradan da odur, mənə bu vuruşmaq qüdrətini verən də odur. Ondan sonra bəzi hissəsində düzdür, amma onun istifadəsindəki ixtiyar sahibisən, iradə sahibisən. Gedir İmam Hüseyin ağanı şəhid eləyirlər, birisi nə qədər əqidə var. Qəzzali kimilər və s. Onlar hamısı deyirlər ki, bu Allahın iradəsi ilə baş verib. Yəni bu mənada ki, məsələn, Allahın izni olmadan bir yarpaq belə ağacdan düşməz.
Bu mənada insanların feillərini, o təkvini iradədir, o təkvini qəza qədərdir. Allahın iradəsi olmadan bir yarpaq düşməz. Təşri edəsən, ixtiyar sahibisən, ağıl verib Allah təbarək və teala sana. Pisi, yaxşını bəyan edib. Yaxşı, mən Allahın feili ilə, yəni ancaq Allahın idarə etməsi ilə yaşayıramsa, niyə Allah mənə yaxşıları başa salıb, pisləri başa salıb? Hər şeyi icra edən mənim feilimdir, onun feilidirsə, mənə niyə deyir, filan şey pisdir, ondan çəkin, filan şey yaxşıdır, ona tərəf yönəl. Deyir, biri bir dəfə çıxıb birinin evinə gedib, həyətinə, çıxıb ağaca başlayıb onun meyvəsinin almasından zadından nə yiyir bir. Ev yəsi gəlir ki, sən neyinirsən, deyir. Sən girmirsən mənim həyətimə, ondan sonra oğurluq, günah, qəsb, o, bu, falan filan, deyir, mən səhv iş görmürəm, hər şeyi yerinə yetirən Allahdır, hər şeyi etdirən Allahdır, məni bura çıxardan da Allahdır, mənə bu almanı yedizdirən də Allahdır və s. və s. və s. O da götürüb bir dənə, qəşəng bir dənə sopanı götürür, gətirib bunu salır təpiyinin altına, nəyi var, çırpır, deyir, niyə edirsən, deyir, mən eləmirəm, Allah edir, o sobanı verən odur, ondan sonra səni döydürən budur və s. və s. Bu deyilənlər ki, mən saydım ki, buna sahib olsaq, biz sağlam əqidə sahibi oluruq. Bu, Qur'an, hədis və ağıl buna şəhadət verir çünki. Nəcm surəsi ayə 39. Bir neçə ayə oxuyum sizə. Və insan üçün etdiyi səy və talaşdan başqa bir şey qalmayacaq. Bax, Quran ayəsidir. Qiyamət günü sənə nə qalacaq? Elədiyin əməllər, səylər. Yaxşı, Allah mənə elətdirirsə ya hər şeyi, mən niyə səy edirəm, niyə əməl eləməliyəm ki?Ğaşiyə surəsi ayə 8-9. O gün neçə üzlər sevinəcək, dünyadakı səylərindən razı qalacaq. Gördün, Allah bütün əməllərimizin girovunu, əməl girovdur bizim yaxşılığa yetişməyimiz üçün, əməl eləməliyəm. Sonra İnsan surəsi ayə 22. Onlara belə deyiləcək, bu sizin mükafatınızdır. Səyiniz Allah yanında məqbuldur. Səyiniz Allah yanında məqbuldur. Yəni siz səy eləməlisiniz, təlaş eləməlisiniz, xeyir əmələ yetişəsiniz, nəticəsi cənnət olsun. Naziyyat surəsi, ayə 34, 35, 36, 37, 38, 39, 40, 41, qısa ayələrdir. Ən böyük fəlakət qiyamət gəldiyi zamandır. O gün insan etdiklərini xatırlayacaq. Cəhənnəm isə hər görənə görünəcək. Amma kim həddi aşıbsa, dünya həyatını üstün tutubsa, şübhəsiz cəhənnəm onun məskənidir. Amma kim Rəbbinin huzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə, şübhəsiz ki, cənnət onun məskənidir. Casiyə surəsi 28. Bugün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Allah özü elətdirir, özü niyə əvəz verir? Əraf surəsi 28. De, Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız. Görürsünüz?Ğafir 17. Bugün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bugün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq hesaba çəkəndir. Bəs bu ayələr buna sözçülük eləyir ki, insan əməllərdə seçim sahibidir. Düzdür, möhtərəmlər? Pis işləri icra edib, Allahın üstünə atıb deyə bilməz, bu onun qəza və qədəridir. Bu nə də bilməz. Qiyamət günü Allah Teala insanları təkvini, qəza və qədərə görə soru-sual eləməz Seyyid. Təkviniyə görə soru-sual eləməz. Nəyə görə soru-sual eləyər? Təşrii qəza qədərə görə soru-sual eləyər. Məsələn, Allah qiyamət günü təkvini necə soru-sual eləyər ki, bir halda ki, onda ixtiyar sahibi yoxdur. Allah insana deməz, niyə gec qocaldın? Bu ki, təkvinidir. Bunda ki, onun öz ixtiyarı yoxdur. Niyə imtihan olunacaq ondan, qabaqcıdan xəbərdar olmadın? İmtihanlar, bəlalar, xəstəliklərin yetişməsi, bunlar nədir? Qəza və qədərdir və təkvini qəza qədərdir. Niyə xəstələndin? Allah deməz. Niyə xəstələndin? Bu təkvinidir, qəza və qədərdir. Niyə ruzuvun miqdarını bilmirdin? Və s. Bu cür şeylərin soru-sualını Allah təbarək və təala aparmaz. Təkvini qəza və qədər insana məchuldur. Təkvini qəza və qədər məchuldur, yoxsa yox? Məsələn, ölüm. Məchuldur da. Haçan saçın bir dənə tükün haçan ağaracaq bilirsən. Kimsə bilir. 3 həftədən sonra mənim bu saçım bu tükü ağaracaq. Təkvinidir də. Kim bilir? Məchuldur. Məchuldur. Başına gələcək hadisələr, imtihanlar, sonra keçəcəyi mərhələlər, ölüm vaxtı və s. Bunlar insana nədir? Məchuldur, məlum deyil. Həmçinin təkvini qəza və qədərin məchul olması özü lütfdür.
İlahi lütfdür. Hacı, təkvini qəza və qədərin bizə naməlum olması özü bir lütfdür. Lütf Allahın mərhəmətidir. Kim gələcəkdə başına gələcək yaxşı və pis hadisələri öncədən bilsə, psixoloji olaraq həyatını normal yaşaya bilməz. Həyatı alt-üst olar. Yaxşı və ya pis. Məsələn, ana və ya ata öz övladlarını özlərindən qabaq öləcəyini bilsələr, təkvini qəza və qədərə əl aparsa, məlum olsa, məhsul yox, məlum olsa, illər boyu o günün matəm və məyusluğu ilə yaşayar həmən ata-ana. Nəticədə bu amillər həyatın ahəngin və nizam-intizamın pozar, aradan aparar. Ona görə Allah bunu bizə məhsul eləməklə bizə lütf edib. Qəza-və qədər, təkvini qəza-və qədərin bizə naməlum olmaması bizim üçün bir ilahi lütfdür. Biz qabaqcadan bilsəydik, bizim həyatımız sıradan çıxardı. Lakin Allah qədər və qəzanı gizli saxladığı üçün insan hər saniyə ölümlə üz-üzə olduğu halda, ölüm qəza və qədər də bizə bilinmir ki, açandır. Allah onu gizli saxlamaqla hər saniyə biz ölümlə üzbözük. Bunu bizə gizli saxlamaqla biz ümidlə yaşayırıq, həyat fəaliyyətimizi davam elətdiririk. Bunu bilsəydik necə olardı? Bilsəydik necə olardı? Nəticə olaraq bu həqiqəti dərk eləməliyik. Varlıq aləmində və onun nizamında hər şey ilahi qəza qədərin əhatəsindədir. Hər şey. Bu cümləni biz tutsaq, mən özümə deyirəm, bu cümləni mən özüm başa qəza və qədər bəhsini tam anlamış sayılırım. Hər şey. Varlıq aləmində Allahdan savay hər bir şey ilahi qəza və qədərin girovundadır. Hər bir şey. Bildiniz? Hər şeyi əhatə edib qəza və qədər. Hər kəs üçün Allah bir qəza və qədər təyin edib. Hər kəs üçün. Həm təkvini, həm də təşrii. Həm təkvinidir, həm təşriidir. Çox geniş mövzudur ha. Peyğəmbərlərin başına gələn hadisələr, mənsubların o cürünə məsələn, pis formada qətlə yetirilmələri, hansı ki, öz qətillərindən xəbərdar idilər, bilirdilər filan şeylə öldürüləcəklər. Bunlar həmin təkvini qəza qədərə daxildir ki, ona müdaxilə eləmir Məsum əleyhissalatu vəssalam. Təsəvvür edin, ruzunun yetişməsi də Allahın qəza və qədəridir. Onu necə qazanmaq lazımdır, o da Allahın qəza qədəridir. Düzdür? İkisi də Allahın qəza qədəridir. Birincində bizim ixtiyarımız yoxdur. Yəni təkvinit də ruzunu sən xəlq etmirsən, ruzunu sən yaratmırsan, Allah sənin üçün bunu təyin edir. İkincidə isə ixtiyar sahibi, yəni təşri. Necə qazanmalıyam, hardan qazanmalıyam, nə qədər qazanmalıyam, hara xərcləməliyəm, bunda ixtiyar sahibi. Bu qəza və qədərdə ixtiyar sahibisən ki, onu halalla ələ gətirəsən. Bir daha bu hədisə baxın, əksəriyyətiniz bilirsiniz bunu. Mən də uşaq olanda atam mənə danışıb. Əsbəq ibn Nübatı nəql edir, bir gün Əmir əl-Müminin əyilmiş qalın bir dənə divarın yanından başqa bir divarın yanına keçir. Bir dənə qalın divardır, uçsa öləcək Əmir əl-Müminin onun yanındadır. Oradan keçir başqa bir divarın yanına. Bu zaman imama deyirlər ki, ey möminlərin əmiri, Allahın qəzasından qaçırsan. Allahın qəzasından qaçırsan. İmam buyurur ki, Allahın qəzasından qədərinə qaçıram. Baxız, Allahın qəzasından qədərinə qaçıram. Yəni nə? Yəni o divarın çökməsi Allahın qəzasıdırsa, təhlükədən qaçmaq da Allahın qədəridir də. Bir təhlükə gəlirsə, ondan qaçmaq da Allahın qədəridir. Qəzasından qədərinə qaçıram. Yəni hər şey Allahın qəza və qədəridir. Bir hissəsi təkvinidir, bir hissəsi təşriidir. Təşrii hissəsi nədir? Təşrii hissəsi budur ki, sən təhlükə görürdün, qaçmalısan. Onu da kim təyin edir? Allah. O da Allahın qədəri də. Təhlükə görürdün, özü qorumalısan, qaçmalısan. Qəzasından hara sığınıram? Qədərinə sığınıram. Qısaca, iki mətləbə toxunub bitirirəm bəhsi. Qısa formada. Qəzada insan üçün lütuf varmı? Allah mərhəmətlidir də, düzdür. Çox mehribandır. Görəsən, qəza budur ki, elə bu olmalıdır, qutardı, getdi. Yoxsa burada ilahi bir lütf var. Bu olmalıdır, qutardı, getdi. Bu divar aşmalıdır sən başına. Bu damın altında qalmalısan. Bu mütləq belə olmalıdır. Biz misalla deyirik, niza ola bilər ha misalda. Yoxsa qəzada da Allahın lütfu var, yoxmu? İmam Əleyhisselam buyurur. Əleyhisselam buyurur. Əcəl istisna, diqqət edin, əcəl istisna, bütün qəzalarda ilahi lütf var. Əcəli çıx, əcəl də çatdı, getdi, məcəl verməyəcək.
Bütün qəzalarda ilahi lütf var. Əgər belə olmasaydı, insanın ömrü çox qısa olardı. İndi baxız, insanların hər birinin yanında mühafizəçi mələklər var. İndi misal verir imam. Məsələn, onlar insanı quyuya düşməkdən, üzərinə hansısa divarın aşmasından, yaxud başına ölümünə səbəb olacaq bir pisliyin gəlməsindən qoruyurlar. O mələklər qoruyurlar. Amma elə ki, əcəli yetişər, bu zaman onu üz verəcək hadisə ilə üz-üzə buraxarlar. Həmin o mələklər. Şeyx Sədqin tohidində. Həmin o mələklər onu artıq o yetişəcək əcəllə nə edirlər? Üz-üzə buraxarlar. Bir də axırıncı söhbət. Dedim axı, bəziləri tam buna inanır ki, hər şeyi Allah elətdirir. Cəbir. Bir qismi isə bu etiqaddadır ki, kökündən inkar edir. Yəni Allah bizi bir dənə yaratmaqda iş sahibidir. Yaratdı, vəsə. Və Allah bizdən sağollaşdı, qutardı. Tam azad. Diqqət edirsiniz, bəzi əqidə var, bəzi. Bunlar da, bu da iki yerə bölünüb. Onların bəziləri bu fikirdədirlər ki, Allahın höccətlərinə Allah hər işi tapşırıb, çəkilib bir kənara. Bir qismi isə bu nəzərdədir ki, ümumiyyətlə Allah məni yaratdı, tamam, bütün qüdrətlər özümündür. Hər şey özümündür, hər şey. Allahla da mənim aramda bağlılıq yoxdur. Yazıları oxuyum. Demək, təfvizə etiqad edənlər bu düşüncədədirlər ki, yaranmışlar yalnız yaranmaqda Allaha ehtiyaclıdırlar. Təfvizə etiqad edənlər. Yaradıldıqdan sonra isə öz həyatlarını müstəqil şəkildə davam etdirir və öz müstəqil qüdrətləri ilə Allahdan ehtiyacsız olurlar. Bu təfvizə etiqad edənlərdir. Yəni, bizim Allahla heç bir əlaqə və bağlılığımız yoxdur. Bu növ düşüncə həqiqi tövhid inancının əksinədir. Təsəvvür edin, bu insanlar bu düşüncədədirlər ki, insanın sahib olduğu bütün qüdrətlər, qüdrət deyəndə gücü, bunu nəzərdə tuturam, amma qüdrət görməkdir, eşitməkdir, gəzməkdir və bunlar qüdrətdir. Bunlar bu düşüncədədirlər ki, insanın sahib olduğu bütün qüdrətlər özündəndir. Allah verəndir. Diqqət edirsiniz, Allahla bağlı heç bir rabitəsi yoxdur. Bu Allahın sultanlığını inkar etməkdir. Hədisdə də var, indi gələcək. Bu mövzunun inkarına dair kifayət qədər ayə və hədis var. Kifayət qədər. Bir neçə ayə, bir neçə hədis oxuyub bitirdim. Bitdi. 3 dəqiqə, 5 dəqiqə qutardı. Demək, Fatir surəsi ayə 15. Ey insanlar, siz Allaha möhtaçsınız, Allah isə hər şeydən ehtiyacsızdır, tərifə layiqdir. Hamınız Allaha möhtaçsınız, hər saniyə. Bəqərə surəsi 102. Onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Görürsünüz? Bəqərə 249. Neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir. Necə Allahdan ehtiyacsız olursan? 313 nəfər Peyğəmbərin adamı var, əskər, qarşı tərəf 1000 nəfər. Peyğəmbərin ordusunda 1 nəfərin atı var, qarşı tərəfdə 70, yəni 700 belə bir at var. Peyğəmbərin ordusunda 1-2 dənə nizə var, qarşı tərəf nizə ilə təchiz olur. Peyğəmbərin ordusunda 5-6 nəfərin oxu var, qarşı tərəf oxlarla təchiz olur. Amma axırda kim qalib gəldi? 313 nəfər 1000 nəfəri məğlub elədi. Allah, necə Allahla bağlılıq yoxdur? Bu iş orasında da bu təfvizi deyənlər hacı. Deyir, biz müsəlmanıq. Quran, sən Quranın əleyhinə danışırsan, məntiqin əleyhinə danışırsan. Necə Allahla rabitən yoxdur, bağlılıq yoxdur, tam azadsan. Yunus 100. Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Ayəyə baxı. Allahın izni olmadan iman belə gətirə bilməz heç kəs. Təfsiri əlbəttə genişdir. Əhl-i-Beyt əleyhissalam var buralarda. Ali İmran 145. Allahın izni olmadan heç kəsə ölüm yoxdur. Heç kəsə ölüm yoxdur. Deyir, damdan düşdü, oradan tok vurdu, ondan sonra maşın vurdu, ondan sonra filan filan. Axırda deyir, Lapatken'i öldürdülər. Söndürə-söndürə yanmışdı. Allahın izni olmadan ölüm yoxdur. Nə qədər istəsələr öldürsünlər, öldürməz. Peyğəmbər sallallahu aleyhi və səlləm bilirsiniz nə qədər? Bilirsiniz nə qədər Peyğəmbərə hilələr qurublar öldürmək üçün. Başına daş salsınlar, nə bilim filan quyuya salsınlar, filan yerdə oxla vursunlar, filan yerdə qılınc öldürsünlər, filan yerdə nizə ilə. Həzrət Əli Rəsulamın özü üçün. Allahın izni olmadan ölüm yoxdur. Bizim özümüzün başımıza nə qədər hadisələr gəlir ki, biz oradan gələ sağ çıxmayaydıq, amma sağıq. Maşın vuracaqdı, damdan yıxılacaqdı, nəsə olacaqdı, zəlzələ olsun. Allahın izni olmadan bu mümkündür. Necə Allahdan bağlılığı kəsə bilərsən sən?
İmam Sadiq əleyhissalam buyurur, qədər barəsində insanların əqidəsi 3 cürdür. Bilirəm, çox danışdım, bu heç nə olmaz. İnsanların qədər barəsində əqidəsi 3 cürdür. Biri iddia edir ki, uca Allah insanları günah etməyə məcbur edir. Beləsi Allaha qarşı hökmündə haqsızlıq edib. Buna görə də kafirdir. Vahabilər 7. Digəri iddia edir ki, bütün işlər insanlara həvalə olunub. Beləsi Allahı öz səltənətində zəif hesab edir. Buna görə də o kafirdir. Digər birisi iddia edir ki, Allah bəndələri bacardığı işlərə mükəlləf edib, bacarmadığı işlərə isə mükəlləf etməyib. O yaxşı iş görəndə Allaha həmd edir, pis iş görəndə isə Allahdan bağışlanma deyilir. Beləsi kamil bir müsəlmandır. Əmr beynül əmreyn. İkisinin ortasında. Mənəm Allahdan, Allahdan bağlıyam. Baxız, ay möminlər, mənəm Allahdan aslıyam, həm də özüm ixtiyar sahibiyəm. Diqqət elədiniz, mən həm Allahdan aslıyam, həm də özüm ixtiyar sahibiyəm. Allahdan aslıyam nədə? Qüdrətdə. Məsələn, qüdrətdə bədən qüvvətində. Məsələn, görmək, eşitmək, danışmaq, gəzmək. Bu qüdrəti kim verməlidir? Allahda. Bunda Allahdan aslıyam. Amma hara baxacam, da mənlidir. Nəyə qulaq asacam, o da mənlidir. İxtiyarımdadır. Yaxşıya qulaq asacam, yaxşı olacam, pisə qulaq asacam, pis olacam. Yaxşıya baxacam, yaxşı olacam, pisə baxacam, pis olacam. Bildiniz? Trolleybus kimi də, trolleybus kimi. Trolleybus həm asılıdır yuxarıdakı o elektrikdən, düzdür, həm də asılıdır şoferdən. Getmə qabiliyyətini ona yuxarıdan elektrik verəcək, amma qabağa gedəcək, arxaya gedəcək, sağa dönəcək, sola dönəcək, o artıq şoferdən asılıdır. Düzdür? Bu cür. Bir dənə də hədis İmam Rıza əleyhissalamdan, bu hədisin mənbəyi Şeyx Səduq səhifə 360. İmam Rıza əleyhissalam buyurur. Bu Uyun Əxbar Rıza səhifə 144-dür. Kim belə güman etsə ki, axırıncı hədisdir, bitirdim day, yorulmayın. Kim belə güman etsə ki, Allah bizim əməllərimizi özü edir, daha sonra buna görə bizə əzab verir, kim belə düşünsə, həmin şəxs cəbrə inanmış olur. Həmçinin kim belə güman etsə ki, uca Allah yaratma və ruzi vermə işlərini höccətlərinin öhdəsinə buraxmışdır, belə şəxs də təhvizə inanmışdır. Cəbrə inanan kafir, təhvizə inanan isə müşrikdir. Uyun Əxbar Rıza, səhifə 114. Bəs möhtərəm əzizlər, bugünkü söhbətimizdə ümid edirəm ki, inşallah Taala bildik ki, qəza və qədər nədir? Və hər ikisi Allahın feilidir, birində biz ixtiyarsızıq, digərində ixtiyar sahibiyik. Allah bizi öz dinində, əqidəsində düzgün düşüncəli olanlardan, sağlam təfəkkürə sahib olanlardan qərar versin inşallah. İlahi, günahlarımıza gələm əffi çək, bizi bağışlamamış bu dünyadan aparma, eyiblərimizi dünya və axirət açma. İlahi, qiyamət günü bizimlə mərhəmətinlə rəftar elə. Elədiyimiz ibadət və itaətlər sənə layiqdir, bizdən qəbul elə. İlahi, rəhmət və məğfirət nəzəri üstümüzdən götürmə. İltiması dua eləyənlərin hacətlərin rəva elə. Bura cəm olanların hər kimin qəlbində nə hacət var, rəva elə. Və cəmiən müşkillərin aradan qaldır. İlahi, zəmanə imamın səlamət elə. Nazənin qəlbin şad elə. Qulluğuna çatmaq səadətin bizlərə nəsib elə. İlahi, zuhurun təcil elə. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikəl hüccət ibnil Həsən. Salavatükə aleyhi və alə abaih. في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها